Bu gün sizə FOMO Factors bot haqqında məlumat vermək istəyirəm. Telegramda oynanıla bilən FOMO Factors oyununa daxil oluruq. Oyun ikinci sezonu martın 2-si 2026-cı il tarixində bitəcək. Və gördüyünüz kimi sol tərəfdə mənim neçənci səviyyədə olmağımı göstərir. 30-cu səviyyədəyəm və premium alaraq daha da oyunu sürətləndirməyə çalışmışam. Və qala, lap öndə qala görünür ki, 2 gün 14 saatdan sonra qala 31-ci səviyyəyə gələcək. Mənim və komandamın səviyyəsi 31-ci səviyyəyə gəlib çatacaq. Burada taxta, taxıl, daşlar toplayaraq daha da səviyyəmizi artırmağa bizim kömək edir. 30-cu səviyyədən aşağıda bizə əsas ana tapşırığı göstərir ki, qəsrin 31-ci səviyyəyə çatması əsas rol oynayır. Ondan aşağıda 77.000 qızıl küpü göstərilənə daxil oluruq. Və burada 20 milyon var verilibdir ki, bu da bizim başqa klanlara qoşuluruq. Klana qoşuluruq, digər klanlarla müharibə etdikcə o toplanır və pul şəklində, USDT dollar şəklində çıxartmağa kömək edir. Sağ tərəfdə 0.47 dollar göstərir. Həmin dollar 2 milyon var vermişdi ki, 0.47 dollar şəklində aldım birinci sezonuna. 20 milyonda isə 10 dənə 10 dəfə, məsələn 2 milyona 0.7 almışamsa əgər 20 milyonda 10 dəfəni 0.47-yə vurduqda 4.7 dollar hal-hazırda toplamışam. Və gəlirik aşağıda müharibə yazılan yerə. Hal-hazırda mənim klanım Ukraynaya müharibə elan edib və qoşunlar 7 milyon qoşun çıxardıbdır. Ukrayna isə hələ də yatır. 10 saat 34 dəqiqə sonra yarış bitəcək. Tapşırıqlar olur gün ərzində və əsas tapşırıq talama, taxıl, qida, daş və digərləri və gündəlik tapşırıqlar da olur ki, bax görürsünüz yuxarıda sandıqlar 20, 40, 60, 80 və sonunda 100-ə çatdıqda 100 games verir. Və məndə gündəlik aktivlik hal-hazırda 85-dir və hücum etdikcə digər tapşırıqlar yerinə yetirəcək daha çox sizin şansınız olur. Və burada hücum etmək, bax yuxarıda mağara və meşəyə hücum etmişəm, azuqə toplamaqla məşğulam ki, digər vasitələri daha da çoxaldım. Ortada düşərgə var ki, düşərgədə özündən 3 səviyyə aşağı, 3 səviyyə yuxarı klanlar, oyunçulara, digər oyunçulara hücum edə bilərsən. Həmçində PvP var ki, PvP-dən də hücum etməklə qəhrəmanları toplayırsan. Və çox gözəl oyundur, məsləhət bilirəm, linki də qoyacam. Kimlər daxil olub, davam etmək istəsə istifadə edərlər. Hər bir kəsə uğurlar.